Loqopedik müdaxiləyə başlama vaxtı uşağın yaşından çox onun nitq inkişaf mərhələlərindən geri qalması ilə müəyyən edilir. Elmi olaraq, erkən uşaqlıq dövründə 0-6 yaş beyin yüksək neyroplastiklik xüsusiyyəti göstərir. Bu dövrdə dil və nitq üçün məsul neyron şəbəkələr ən aktiv şəkildə formalaşır. Əgər bu mərhələlərdə gecikmə müşahidə olunursa, dil emalı, artikulyasiya və ünsiyyət bacarıqları optimal şəkildə inkişaf etmir. Normal inkişaf göstəricilərinə əsasən 2 yaşda uşağın aktiv söz ehtiyatı artmalı və sadə söz birləşmələri yaranmalıdır. 3 yaşda 2-3 sözlü cümlələr formalaşmalıdır. 4 yaşda nitq daha anlaşılan və qrammatik baxımdan zəngin olmalıdır. Bu göstəricilərdən nəzərə çarpan gecikmə varsa, bu artıq inkişaf risk siqnalıdır. Ən vacib elmi fakt budur. Erkən loqopedik müdaxilə neyroplastiklik səbəbilə beynin alternativ sinir yolları yaratmasına imkan verir və bu nəticəni ciddi şəkildə yaxşılaşdırır. Gecikmiş müdaxilədə isə beyin artıq formalaşmış səhv nitq nümunələrini daha sabit şəkildə saxlayır və korreksiya daha uzun müddət tələb edir. Buna görə loqopedik qiymətləndirmə problem var demək deyil, inkişafın elmi şəkildə yönləndirilməsi deməkdir. Unutmayın, nitq inkişafında zaman əsas bioloji faktordur və gecikmə ilə keçmiş imkanlar tədricən azalır. Sizinlə idi psixoloq Kərim Kərimzadə.